Salam, hörmətli tələbələr və rezidensiya tələbəçiləri. Mən Rüfət müəllim Çıxaliyev. Bu günlərdə maraqlı bir sonla qarşınızdayım. Deyir, fx bərabər x kub üstəgəl 2x və gx bərabər 2x üstəgəl 3 olarsa, f(gx) mürəkkəb funksiyasını tapın. Uşaqlar, f(gx) mürəkkəb funksiyasını istəyirsə səndən, sən də deməli, hər də f-də x görsən, yerinə g-nin qiymətini yazmalısan. Yəni, burada f-də x-in kubu gəlir. Deməli, sən nəyə eləməlisən? X-in yerinə g-nin qiymətini yazırsan. 2x plus 3 yazırsan. Yəni, bunun kubu üstəgəl 2x deyil, 2 vurulsun nə? G-nin qiyməti, yəni 2x plus 3. Bunu nə sadələşdiririk? 2x plus 3-ün kubunu asırıq, alırıq 8x kubu, üstəgəl 36x kvadrat, üstəgəl 54x, üstəgəl 27. Müxtəsər vurma düsturudur. Müxtəsər vurma düsturudur bu. Açdıq, üstəgəl 2 vur 2x, 4x, 2 vur 3, 6. Bunu sadələşdiririk. 8x kub üstəgəl 36x kvadrat, 54x burada, 4x burada. Nə qədər verir? 58x. Üstəgəl 27 üstə 6, 33. Bəs salam, deməli, f(gx) nəymiş? Bu imiş sən demə. Tərsin desə, g(fx) desə, onda g-dəki bu x yoxdur. Bu x-in yerinə f-in qiymətini yazarıq. Yəni nə? Yəni onda yazarıq ki, 2 vurulsun nə? 2 vurulsun x kub üstəgəl 2x üstəgəl 3. 2x kub üstəgəl 4x üstəgəl 3 şəklində olar. Onda bu öz qiymətini alacaq. Video xoşunuza gəlirsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.